Başa düşə bilmirəm, görəsən xeyirdir? Mən nə bilim. Qulaq as direktor, bəlkə yoxlama gəlir. Son vaxtlar təhsil şöbəsinin müdürü poçtun ətrafına fır-fır fırlanırdı. Kim? Kazım müəllimi, şairi deyirəm. Nə yoxlama. Yol bağlıdır, bura kim gələ bilər ki? Elə isə bilmirəm. Sən bizə get. Gedirəm. Nərgizə de ki, bir-iki cücə kəsib fəhlələr üçün yemək pişirsin. Yaxşı, deyərəm. Direktor yoxlamasına 10 gün qalır. Kazım müəllim, xahiş edirəm bu məktubu direktora verin. Aha. Bəzi məsələlərin həlli üçün şəhər təhsil idarəsinin müfəttişi Məmmədov sizin kəndə gəlir. Aha. Gəl Güllü, mənə sözüm var. Yaxşı çay dəmləmişəm. Bura gətirim, yoxsa müəllimlər otarına? Gətir bura Güllü, gətir. Kazıma da de yanıma gəlsin, onunla işim var. Yaxşı. 5'e yaxın samovarı qızdırmağı unutma. Şirniyyatlar burada da, aşağı dolabda. Yenə çay dəstgahı açacaqsınız, hə? Yox. Bugün axı valideyn iclası olacaq. Bu da təzə çıxdı. Nə olub axı? Bunun nəyi pisdir? Pis deyil, amma yaxşı da deyil. Bəlkə burada hələ bir çayxana da açaq. Bizim zamanədə belə deyildi. Görəsən sizin zamanada nə olub? Əgər mən oxusaydım, məktəbinizdə səliqə səhmanı kim yaradardı? Sizi direktor çağırır. Deyirlər orada nəsə söhbət olub. Həll olmayıb, amma olacaq. Əvvəl-axır Allah dualarımı eşidəcək. Çıx. Nə oturmuşsan? Mən getdim. Ay səni, özün oxumursan, başqalarını da qoymursan aşıq. Sən nə istəyirsən direktor oğlu? Hamınızın dərsini verəcəm. İcazə ver, qoy geçsin. Hər gün toy olmuş. Bir-iki mahnı oxuyub insanların əhval-ruhiyyəsini qaldırar. Qoy, o mənim əhval-ruhiyyəmi qaldırsın. Bacı oğlun da öz oğlun kimi bədbəxt eləmək istəyirsən, ondan yaxşı zootexnik olardı. Sən sonra ginekoloqluq oxutdurdun. Təkə həkim diplomu olsun. İndi heç bir kişi öz arvadını, qızını ona yaxın buraxmır. Başdan ayağa bəlasız. Bu axırıncı demədi, xahiş edirəm. Yaxşı, amma özün fikirləş. Gör, o neçə gündür dərsə gəlmir. Şəhadət verməyəcəm, bunu bil. Onu məktəbə özüm gətirəcəm. Çox sağ ol. Lazım deyil. Axırıncı dəfədir. Şəmsi müəllim, hər şey yaxşı olacaq. Birazdan iclas olacaq. Atan özündən iş çıxarıb. Valideynlərə çay vermək qərarına gəlib. Kazım müəllim. Nə olub? Üzr istəyirəm. Nədir, nə olub? Sizə xəbərim var. Axı nə olub? Eşitmisiniz? Sabah Şəmsi hindquşu ilə bütün kəndi gəzib onun sahibini axtaracaq. Burada qəribə nə var ki? Necə yəni nə var? O quşu mütləq mənim yanıma gətirəcək. Bu işin mənə nə dəxli? Dayan, mən... Siz axı özünüz mənə demişdiniz ki, direktor hindquşunu çox sevir. Bilirsən nə var? Əgər oğlunun uğurla məktəbi bitirməsini istəyirsənsə, məni bu işə qoşma. Direktor, heç kim gəlməyib. Şəmsi müəllim, bir dəqiqə siz olar. Əgər dediyiniz kimi uşaqlarımızın gələcəyi sizə əzizdirsə, elə isə niyə onları sinifdə bir ildə saxlayırsınız? Hə, necə demişəm, elə də eləyəcəm. Bu, təhsilin yeni üsuludur. Yox, əzizim, bu çoxdanın üsuludur, amma onu unudublar. Maraqlıdır. Buyurun. Siz nə danışırsınız? Əvvəlcə siz. Gəldin, məktəbə getmirsən, üstəlik evə də gec gəlirsən. Qalx yanıma. Hardaydın?
İneği itirmiştim. Qaydanda saymışdım. Hamısı yerindeydi. Sonra meşədə yoxladım. Gördüm azdılar. İtin ara baxırdı. Deyirsən iti sonra sual edeyim? Demək pis axtarmısan. Yaxşı, rahat buraxın onu. Qoy əvvəlcə yeməyini yesin, sonra soruşarsınız. İnək kimin idi? Səməngül xalanın. Səməngül xalanın. Heç bilirsən onun neçə uşağı var? Bilirəm. Elə isə niyə dayanmısan? Bütün günü ineği axtarmışam. Deməli pis axtarmısan. Səhər tezdən gelib bir də axtaracam. Get tövləyə. İnəyimizin birini Səməngül xalaya apar. Ata, Sən eşitmədin mən nə dedim? Bəs bizi nəysiz neynəyəcəyik? Məyər siz onun üçün uşaqsınız? Onun uşaqları atasız böyüyür. Get. İnəyini tapandan sonra bizim inə götürərsən. Mənə bax. Qoyacaqsan uşaq yeməyini yesin. 5 dəqiqə gec yesə heç nə olmaz. Bilirsən necə boğaza yığılmışam.